Hörmətli müəllimlər, dəyərli valideynlər, bəzi məktəb yoldaşlarım. Bugün gələcəyin işığı FM radiosunun efirində səslənən bu veriliş təsadüfi bir tarixi əsr olmayıb. Bu efir insan sağlamlığının qorunmasından mühüm yer tutan, lakin əksər hallarda yalnız problem yarandıqda xatırlanan bir sahəyə, stomatologiyaya diqqət yetirmək məqsədi daşıyır. Bugün 9 fevral Beynəlxalq Stomatoloq günüdür. Mən Lənkəran rayonu Yuxarı Mürədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin 7V sinif şagirdi Gülçiçək Rızayeva. Bugünkü verilişi sizinlə birlikdə aparmaqdan qürur duyuram. Stomatologiya tibbin ən qədim və eyni zamanda ən sürətlə inkişaf edən sahələrindən biridir. Dişlərin, ağız boşluğunun, diş əti yuvalarının və çənə üst sisteminin sağlamlığına öyrənən bu elm sahəsi insan orqanizminin ümumi sağlamlıq vəziyyəti ilə birbaşa əlaqəlidir. Elmi tədqiqatlar göstərir ki, ağız boşluğunda yaranan infeksiyalar ürək, damar xəstəlikləri, şəkərli diabet və hətta bəzi autoimmun pozuntularının ağırlaşmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistik məlumatlarına əsasən, dünyada 3,5 milyarddan çox insan müxtəlif ağız və diş xəstəliklərindən əziyyət çəkir. Xüsusilə diş kariyası və prodont xəstəlikləri ən geniş yayılmış sağlamlıq problemləri arasındadır. Bu fakt bir daha ispat edir ki, stomatoloji profilaktika yalnız fərdi məsələ deyil, eyni zamanda ictimai sağlamlıq prioritidir. Müasir dövrdə stomatologiya artıq sadəcə müalicə yeni bir sahə deyil. Preventiv stomatologiya anlayışı formalaşaraq xəstəliklərin qarşısını almasına əsaslanan yeni yanaşmalar ön plana çıxarır. Erkən diagnostika, rəqəmsal rentgen sistemləri, 3D modelləşdirmə və biomühəndislik texnologiyaları stomatoloji xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Stomatoloq peşəsi yüksək məsuliyyət, dəqiqlik və psixoloji hazırlıq tələb edir. Bu peşə sahibləri yalnız tibbi biliklərə deyil, eyni zamanda etik davranışa, empati qabiliyyətinə və kommunikasiya bacarığına malik olmalıdırlar. Çünki stomatoloqun qarşısına gələn hər bir pasiyent ağrı, qorxu və gərginlik hissi ilə müraciət edir. Bu mərhələdə həkimin peşəkar yanaşması həlledici rol oynayır. Xüsusilə uşaqlarda ağız və diş sağlamlığının qorunması gələcək nəsillərin sağlam formalaşmasının əsas şəraitlərindən biridir. Elmi araşdırmalar sübut edir ki, erkən yaşlarda formalaşan gigiyenik vərdişlər ömür boyu davam edən sağlam davranış modelinə çevrilir. Bu səbəbdən valideynlərin, müəllimlərin və tibb işçilərinin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda da stomatologiya sahəsi son illər ərzində əhəmiyyətli inkişaf mərhələsi keçir. Yeni klinikaların yaradılması, müasir laboratoriyaların tətbiqi və ixtisaslı kadrların hazırlanması bu sahənin dayanıqlı inkişafını təmin edir. Dövlət proqramları çərçivəsində həyata keçirilən profilaktik tədbirlər isə əhalinin stomatoloji maarifləndirilməsinə xidmət edir. Beynəlxalq Stomatoloq günü yalnız peşə bayramı deyil, bugün eyni zamanda cəmiyyətin diqqətinin ağız sağlamlığının qorunmasına yönəltmək, düzgün qidalanma, şəxsi gigiyena və mütəmadi tibbi müayinələr vacibliyini bir daha xatırlatmaq üçün mühüm fürsətdir. Əziz dinləyicilər, sağlam təbəssüm insanın özünə inamının, sosial münasibətlərinin və psixoloji rifahının göstəricisidir. Diş sağlamlığına göstərilən diqqət əslində gələcəyə qoyulan sərmayədir. Bu sərmayə isə yalnız maddi deyil, mənəvi dəyər daşıyır. Bugün biz insanlara sağlam həyat bəxş edən, səbr və fədakarlıqla çalışan bütün stomatoloqlara dərin minnətdarlığımızı bildiririk. Onların əməyi görünməz ola bilər, lakin təsiri insan həyatında əvəzsizdir. Gələcəyin işığı FM radiosunun efirində səslənən bu verilişdə hər birinizin sağlam həyat təsiri, məsuliyyətli seçimlərə və elmi əsaslı düşüncəyə səsləyirik. Unutmayın ki, sağlam gələcək bugün atılan düzgün addımlardan başlayır. Mən Gülçiçək Rızayeva diqqətinizə görə təşəkkür edirəm. Gələcəyin işığı FM dalğasında səslənən bu verilişdə vidalaşır. Hər birinizə möhkəm sağlamlıq və parlaq gələcək arzulayıram. Sağ olun, növbəti görüşlərə dək.